Salam, hər vaxtınız xeyirli, gününüz uğurlu olsun. Dəyərli izləyicilərim, kanalıma və mətbəximə xoş gəldiniz. Bugün gördüyünüz kimi iftar süfrəsində çayla içilə biləcək fındıqlı halva hazırladım. Bunu necə hazırlayıram? Buyurun, izləyin. İlk öncə nə edirəm? 1 stəkan şəkər tozunu qazana əlavə edib bunu əridirəm. Şəkər tozumuz əriyənə qədər burada 100 qram yağ kəsirəm. Yağın üzərində ölçüləri var. Yağ bizə lazım olacaq. Yağımızı da kəsdim, hazır qoydum. Gördüyünüz kimi şəkərimiz öz xodunda yavaş-yavaş əriyir. Bunu tərpəzmədən, qarışdırmadan öz-özünə əriyir bu. Karamel halına salıram şəkər tozunu. Şəkər tozumuz əriyənə qədər burada qabımızı hazırlayıram, hazır qoyuram. Yağlı kağız sərməyimə baxmayaraq içərisini bir daha yağlayıram. Halvamız yaxşı, rahat çıxsın deyə. Şəkər tozumuz da gördüyünüz kimi yavaş-yavaş əriyir. Əziyyətə dəyər verən, videolarımı izləyən, bəyənən, şərhlər yazan hər kəsə öncədən təşəkkür edirəm. Allah razı olsun deyirəm. Artıq şəkərimiz tam əridi, karamel halına düşdü. Kəsdiyim yağı içərisinə əlavə etdim. Yağı da bu formada qarışdırıram. Yağı da əritdim içərisində və qatlaşdırılmış süd əlavə edirəm içərisinə. Ərzaqlarımızın miqdarını yazacağım. Qatlaşdırılmış südü də əlavə etdim. Bura 2 yemək qaşığı da qaymaq əlavə etmişəm. Bunu çəkməyi unutmuşam. Deyim ki, biləsiz. Və qovrulmuş fındığı da əlavə etdim içərisinə. Siz istəsəz fındığı doğrayıb da əlavə edə bilərsiniz. Bunu bu formada qarışdırıram, qatılaşana qədər qarışdırıram. Artıq qatılaşıb gördüyünüz kimi altını söndürüb qabımıza əlavə edirəm. Və bunu ilk öncə mətbəxdə soyuduram. Sonra da bunu soyuducuda yarım saata bunu soyuduram. Artıq gördüyünüz kimi hazır olub halvamız. Soyuyub. Kağızımızı da bu formada çıxardıram üzərindən. Və bunu bu formada kəsirəm. Soyuducuda olduğu üçün biraz bərkləşib, kəsmək biraz çətindir. Bunu biraz saxlayıb da rahatlıqla kəsmək olar. Mən həmişəki kimi tələsdiyim üçün bunu kəsib sizə göstərmək istəyirəm. İstədiyiniz formada bunu doğraya bilərsiniz. Mən bu formada doğradım bunları. Bu da bizim fındıqlı halvamız hazır oldu, dəyərli izləyicilərimiz. Bir videonun daha sonuna gəldik. Hazırlayacaq olan hər kəsə nuş olsun deyirəm. Hələlik bu qədər. Sağ olun. Allah'a əmanət olun. Allah hər kəsin orucunu, namazını qəbul eləsin inşallah.